Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Gülürəm, niyə gülürəm? Elvin deyir ki, Ayşin, axır ki bir hovuzsuz, 2 mərtəbəli, yenə deyirəm, villa demək istəmirəm də, bir ev təqdim eləməyə başlayırsan bugün. Villadır, bəli, burada villadır, deyəcəm, yerin falan, hər bir şeyin məlumatını verəcəm sizə. 8 sotun içərisində 350 kvadrata yaxın, 5 otaqlı, bütün əşyalarla birlikdə şəxsi olaraq inşa olunmuş bir evdir bu. 6 nömrəli məktəbin yanında. Deyəcəm hansı rayondur, haradır, harda yerləşir. Amma onu deyim ki sizlərə qabaqcadan məlumatı. Asfalt, hamısı küçələr asfaltdır. Tam 6 nömrəli məktəbin yaxınlığında, marşrut xəttinə yaxın və yan yörəsində hər yerində, yəni ki, yanında, sağında, önündə, hər tərəfində marketlər var. Heç bir narahatçılıq yoxdur. Yəni tam yaşayış olan bir ərazidəyik bugün biz. Həyətdir, maşallah. Həyətdə meyvə də olsa, az da olsa meyvə ağacları və dekorativ ağaclar var. Həyətin tam evin sağ tərəfində üstü bağlı, yanları açıq belə bir söhbətgahımız yerləşir. Burada oturub istirahət eləmək üçün. Əməlli başlı da mən belə deyim sizə, torpaq var. Şumla, ək, becər. Vallahi ev özü maşallah çox keyfiyyətli və gözəl inşa olunmuş bir evdir. Evin bütöv olaraq hər tərəfinin pəncərələri dəmir barmaqlarla təchiz olunub. Əlavə olaraq bütün kamera xəttləri də hamısı çəkilib. Gəl Elvin, o evin həyətində ayaq hissəsində olan sanitar qovşağıdır və kombi aparatı yerləşir orada. Texniki otaq da onun arxa hissəsindədir. Bu açıq söhbətgahdan əlavə olaraq burada bağlı söhbətgah var. Hə? Yer? Nə yer? Harda yox? Biz hal-hazırda Binəqədi rayonu, üzr istəyirəm, Abşeron rayon Masazır qəsəbəsindəyik. Ola bilər. Masazırı sevən müştərilərimiz də var. Hansı ki Masazırda yaşayan müştərilərimiz də var, izləyicilərimiz də var. Sizə bir daha söyləyirəm, döşəməsi parket olan, çox keyfiyyətli, təmirə malik olan əşyalı bir ev təqdim edirəm. Bugün. Gəl Elvin. Gəl bura. Axır ki yeri düdün də. Bəli, əlbəttə ki demək lazımdır. Deyəcəydim dostum. Marşrut xətti düz marşrut xəttinin üstündə 6 nömrəli məktəb, Abşeron rayonunda yerləşən 6 nömrəli məktəb Masazırda. Piyada, uşağı belə piyada yana gedib gələ bilər. Bura söhbətgahdır. Sonra burada həyat üçün nəzərdə tutulmuş bir mətbəx. Burada da ki qarajdır. Avtomatik olaraq darvazadan təchiz olunmuş birbaşa 2 maşın yerləşməz. Yox, bir maşınlıq qarajdır. Gəl, gedək buradan çıxaq, bu qapıdan çıxacaq abi. Evin belə fasadını da göstər. Qəşəng ağlaylı, avtomatik olaraq darvazası. Buradakı maşın görürsünüz dəmir profillərlə düzəlib. Kimsə istəsə bunun üstünü düz axıra qədər bağlaya bilər. Düz axıra qədər bağla, amma bağlamaq nəyə lazımdır? Bağlamaq oları düz bura qədər, amma bütöv bağlamaq məncə lazım deyil. Çünki hər yer açıq, hava da olsun deyək. Buradan da qalxaq, keçək evin 1-ci mərtəbəsinə. Elvin gəl də bura. Buranı kürsülüdür, maşallah, mərmər daşlarla təmin ediliblər. Bu yan yörə hamısı bağlıdır. Hələ ayaqqabıları burada çıxardıb evin içərisinə daxil olacaq indi. Keçək. Elvin, maşallah, evin içərisi çox qəşəngdir. Rəvanın evi yadıma düşür. Qapılar falan, hamısı çox gözəl. Parket, geniş dəhliz, maşallah, adamın üzünə açılır. Pilləkən qəfəsi və pilləkən taxtadan yığılıb, belə ilan kimi qıvrılıb yuxarı qalxır. Çox gözəl görünür. Bir daha söyləyirəm, bu evin öz müştəriləri var. Yəni bu evi sevən klassikanı, neoklassikanı sevən insanlar var. Mənə elə gəlir ki, kimsə maraqlı olsa deyəcəklər. Bu bir dənə otaqdır bu tərəfdə. Burada ayaqqabı falan yığırlar. Kimsə istəsə buranı yığışdırıb bütöv olaraq qardırob eləyə bilər. Sonra burada zirzəmi var. Düşək Elvin zirzəmiyə. Bir dənə zirzəmi də göstərir. Çox qəşəng zirzəmisi də var. Ehtiyatlı ol Elvin. Yıxılarsan, gəl. Bura zirzəmidir. Oyda heç bayaq baxmamışdım tanış oyunda. Burada seyfdir var. İçi doludur görəsən. Orada sanitar qovşağı. Belə bir burada otaq. Sonra isə burada isə maşallah, maşallah. Ev sahibim.
Bütün bankası, balonları hamısı burada yerləşib. Əslində çox gözəl bir yerdə. Bu yəni yayda sərin, qışda da isti olur. Bax. Qaçdın evdən, qovula gəl otur burada. Gəl otur burada. Yaşayacaqsan, heç kimdə xəbər. Gedək. Qalxaq evə. Allah bol eləsin. Allah hər kəsi necə deyirlər, yeyib içməklə sınamasın, necə deyirlər, bilmirəm. İnşallah ki, Elvin, bunu bugün təqdim eləyərsən izləyicilərə. Bugün bunu Allah qoysa sabaha da düşünmüşəm, qəşəng təqdim eləyəcəm. Qonaq otağının sonunda girəcəm. Bura iş otağı kimidir. Sadəcə çox Elvin göstərmə, biraz tör-töküntüdür, iş otağı kimi istifadə olunur. Sonra birinci mərtəbənin ümumi sanitar qovşağıdır. Burada keçirik, mətbəx. Geniş böyük bir mətbəxi var, çox da qəşəng mətbəxi var. 2 qapılıdır, əkiz qapıları var. İstilik hamısı kombi sistemi çəkilib. Mətbəx burada başlayır düz bura qədər. Burada isə istirahət güşəsi, istirahət otağı kimi nəzərdə tutulmuş bir yerdir. Oturub televizora falan baxıb istirahət edirsən özü üçün. Keçək indi qonaq otağına. Gəl. Evin daxilində demək olar ki, hər şey qalacaq. Şəxsi əşyalar çıxacaq. Buradakı geniş, böyük bir qonaq otağıdır. Bu nədir? Mənə boyda deyil. Bu da birinci mərtəbənin və həyətin təqdimatını bitirdik. İndi isə qalxaq ikinci mərtəbəyə. Qalxaq ikinci mərtəbəyə. Pilləkən biraz üzü yuxarıdır, amma rahatdır. Elə də narahat deyil. Qalxdıq. İkinci mərtəbə geniş, böyük bir dəhliz. Qalxan kimi ikinci mərtəbədə sağ tərəfdə geniş, böyük bir sanitar qovşağı var. Çamaşırxana kimi də buranı istifadə edirlər. Necə? Paltar yuyan maşını bura qoyublar. Mətbəx otağına qoymayıblar. Bir, iki, üç, 4 dənə, yoxsa 5 dənə yataq otağı var. 5 dənə. Bu birinci yataq otağı. Elvin hələ oradan göstər. Çox girmə, görünür onsa. Birinci yataq otağı. Yenə deyirəm, əşyalı olacaq. Sonra gəldik. İkinci yataq otağı. Evin qarşısına baxan eyvanı var. Həyətdən gördünüz. Eyvan. Deyim sizə, bu da yataq otağıdır. Sadəcə istifadə olunmur. Artıq əşyaları bura yığırlar, amma göstərirəm yenə də. Kim istəsə gələcəyinə iş otağı kimi və yaxud da yenə yataq otağı eləyə bilər. Hündürlüyü falan yaxşıdır, maşallah. O vaxtın tikintisinə baxaraq. Yataq otağı, evin sol hissəsinə eyvanı var. Bir də ki, burada sanitar qovşağı var. Sanitar qovşağına elə də güclü istifadə olunmur. Tam yəni hazır deyil, amma tam hazır vəziyyətdə istifadə olunması sanitar qovşağıdır. Sonra burada ütü otağıdır. Paltarları burada ütülürlər. Bu da sonunda yataq otağı. Əziz və dəyərli izləyicilərimiz, sizlərlə burada, bu otaqda sağollaşacağım. Allahın köməkliyi ilə inşallah kimlərə, hansı müştərilərimizə bu ev masazır 395.000 manata ev maraqlı olsa, mənlə əlaqə saxlayın, gələk birlikdə gəzə-gəzə bu evə baxaq, ev sahibi ilə danışın, ev satılmalıdır, ev sahibi satmalıdır, vacib olaraq işi var. Onun üçün İnşallah kim alacaqsa Allah xeyrin versin, kim satacaqsa yenə də Allah xeyrin versin. Təşəkkür edirəm.